xoşdur. Mən icazə versə Qəmbər əmiyə bir açıq şey edeyim ki, Qəmbər əmi bizim xoş gəlmişsiniz bizim ofisimizə. Sizi görməyə çox şadıq. Çünki bizim ağsaqqal sözünə, dəyərli sözlərə həmişə bizim ehtiyacımız var. Gələcək nəsli yetişdirən həmən o sözlərdir, həmən əməllərdir ki, bilimlərə bizim nəslimiz maşallah mükəmməl formada 2020-ci ildə 44 günlük müharibədə biz onu göstərdik. O nəsli yetişdirənlər sizlərsiniz. Bizim dövlətimizdə çalışanlar, dövlətə xidmət edənlər həmən nəsli yetişdirilir. Xoş gəlmişsiniz. Sizlə mən ümid edirəm ki, çox maraqlı söhbətimiz olacaq inşallah. Minnətdaram. Əvvəla partiyanı, onun Yeni Xətt adlı təşkilatı hacı kimi, ağsaqqal kimi, qocaman bir jurnalist kimi təbrik edirəm və xeyir-dua verirəm. Və inanıram ki, Yeni Xətt Azərbaycana yeni istilah, yeni xətt gətirəcək və dövlətçiliyimizin keşiyində mərdə-mərdana dayanacaq. Təşəkkür. Buna mən əminəm. İkincisi, bu dövlətin memarı Heydər Əliyev dünyanın hər yerindən görünən şəxsiyyəti və 1988-ci ildən başlanan bu Azərbaycandakı bu təlatümün mən görürdüm, yazırdım və həmin dövrdə hakimiyyəti zəbt edilmiş adamlara baxanda, təhlil edəndə ürəyimdən qara qanlar keçirdi. Mən bilirdim ki, bunların heç biri dünya dövlətlərinin, dünya super güclərinin Azərbaycanda marağının kəsişdiyi bir məqamda bunların heç biri Azərbaycanı xilas edə bilməyəcək. Ona görə də mən Azərbaycan Radiosunda dövlət quruculuğu, problemlər, vəzifələr adlı bir veriliş açdım. O verilişə Azərbaycanın hazırki vəziyyətdə, o dövrdə başında təhlükəli adamların dayandığını bilən və Azərbaycanı xilas edə bilən bir insanın Heydər Əliyevin hakimiyyətə gəlişini efirdən yüz minləri nəzərinə çatdırırdıq. Bir müddət keçdi, Mütəllimovçular hakimiyyətə gələndən sonra həmin verilişi bağladılar və məni də işdən çıxartdılar. Siz neçənci ildə açmışdınız o verilişi? 1989-cu ildə. 1989-cu ildə. Onda Vəzirov idi hakimiyyətdə? Onda hakimiyyətdə Vəzirov idi. Vəzirov idi, bəli. Deməli, onda hakimiyyətdə olanları mən qəbul edə bilmirdim. Mən işdən çıxartdılar, məhkəməyə verdim. Məhkəmədən sonra qayıdıb gəldik, 41 nəfəri işdən çıxartmışdılar. Mənim də şəxsən məhkəmədə, qətnamədə belə yazılıb ki, Heydər Əliyevin siyasətini, xəttini müdafiə elədiyi üçün siyasi məqamlara görə işdən çıxarılıb. Məhkəmənin qətnaməsində belə yazılıb. Qayıdıb gəldik, yerimizi tutduq və yenə də o veriliş açdım. Bu dəfə Kəpəçilər hakimiyyətə gəldi və bir neçə verilişdən sonra yenə verilişi bağladılar. Mənim özümü isə aşağı vəzifəyə keçirdilər. Radioda, Azərbaycan Radiosunda icmalçı deməli vəzifəsinə keçirdilər. Mən yenə də öz xəttimi davam elətdirdim və açıq-aydın yazırdım qəzetlərdə də, Dövr mətbuatda da, radioda da çıxışları, verilişlərimdə deyirdim ki, Azərbaycanın indiki vəziyyətində Azərbaycan dünyadakı gedən siyasətin bütün məqamlarını bilən Heydər Əliyev tutara biləcək. Başqa heç.
ve zaman da gösterdi ki 93. yılda Heydər Əliyev hakimiyyətə gələndə də ne ağırlıqda, Azərbaycan ağırlığında bir yükü götürmüşdü çiynine. Bu her oğlun işi deyildi. Özü de yazdı ki, deyirdi ki, mən bilə-bilə bilirəm ki, özümü odatıram. Amma xalqım dardadır. Dövlətçiliyimiz dardadır. Mən mütləq xalqıma kömək eləməyə getməliyəm. Heydər Əliyev Azərbaycanda birinci katib olmuşdu. Dövlət təhlükəsizliyində sədr olmuşdu. Azərbaycanda çox böyük vəzifədir. SSR-də çox böyük vəzifədir. SSR-də 15 nəfərdən biri idi və SSR Nazirlər Sovetisi sədrinin birinci müavini kimi birincilərdən idi. Ona vəzifə lazım deyildi. O, necə deyilir, pensiya çıxıb memuarı yazmalıydı. Amma xalqın darda olduğunu görüb, Moskvada səfirliyə getdi, bəyanat verdi, çətinliklə gəldi. Naxçıvana getdi. Təzyiqlər çox idi o. Təkidlər, sayı hesabı yox idi. Bəli, ona qarşı, nə bilim mən, nələr uydurmurdular, nələr demirdilər. Bəli, gözdən salmaq üçün. Gözdən salmaq üçün nələr demirdilər. Bəli. Amma Heydər Əliyevi, Azərbaycan xalqı Heydər Əliyev kimi şəxsiyyəti 20-ci əsrin sonunda yetirməmişdi. O elə bir zirvə idi ki, elə bir insan idi ki, onu Allah Teala göndərmişdi. Bu xalqı müsibətdən qurtarmaq üçün Allah Teala göndərmişdi. Ona görə onu göz ardı eləmək Allah'tan gelen günah idi. Kim ne deyir desin, xalqın tələbi, zamanın sosial sifarişi